C variantı 122-ci sual. Sual belədir. ABC üçbucağında AB bərabərdir BC o da bərabərdir 10 cm. DM perpendikulyardır AB, DN perpendikulyardır BC. Bucağın sahəsi 50 olarsa, ABC üçbucağın sahəsi DN plus D-ni tapın. Sualı həll etmək üçün biz B təpə nöqtəsindən D nöqtəsini birləşdirək. Onda alırıq ki, ABC üçbucağı 2 ABD və BDC üçbucağına bölünür. Bu iki üçbucağın sahələri cəmi aydındır ki, üçbucağın sahəsinə bərabərdir. MD-ni X ilə, ND-ni Y ilə işarə etsək və ABD və BDC üçbucağın sahələrini yazsaq, alarıq ki, X vurulsun 10 bölünsün 2, üstə gəlsin. Y vurulsun 10 bölünsün 2, bərabərdir 50. Çünki X və Y biri ABD üçbucağının hündürlüyü, digəri isə BDC üçbucağının hündürlüyüdür. Onda alırıq ki, bərabərsə 5X və gəl 5Y bərabərdir 50. 5-i vuruq çıxarsaq, 5 vurulsun X plus Y bərabərdir 50. Onda buradan alırıq ki, X plus Y bərabərdir 10. Deməli, DM üstə gəl DN 10-a bərabərdir. 122-ci sualın cavabı 10'dur.